Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne asdaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve alihi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. İlk olaraq möhtərəm qardaşlar, hər birinizə Allah subhanahu salamı salamlayıram. Esselamu aleykum və rəhmətullah. Sözsüz ki, həm insana böyük bir sevinç, duyucu bir andır. O baxımdan ki, əlhəmdülillah Allah subhanahu vəffəq elədi və bu ayı bitirdik. Rəbbimizin vəffəqiyyəti ilə sözsüz ki. Bir yandan da həmçində ki, kədər, yəni duyucu andır. Nə baxma, ona görə ki, insan bu rəhmət ayıdır və getdi. Sadəcə nə o şəxsin, nə çox o şəxsin xoş halına ki, əlhəmdülillah bu aydan səmərəli istifadə elədi və yalnız azlıq, susuzluq da kifayətlənmədi. Yəni Allah subhanahu wa ta'ala ondan tələb elədiyi orucu tutdu. Həqiqətən də o Allahın izni ilə qiyamət günü böyük bir mükafat onu gözləyir ona görə. Siz necə bilirsiniz ki, Allah subhanahu wa ta'ala başqa əməlləri vurur, ondan 700 kimi vurulur, yəni qat-qat, 700 çıta bölər. Yəni bir əməlinin savabı. Amma orucun savabı isə vurulmur. Vurulmur nə baxımdan? O demək deyil, vurulmur 700-dən azdır. Yox, Allah subhanahu vəd edir ki, onun savabını özüm verəcəm. Özüm verəcəm, yəni onun savabını heç kim bilmir, sayın nə qədər olacaqdır. Və bu birinci sevincidir ki, necə ki, hədisdə yəni varid olunub, oruç tutanın iki sevinci var. Biri odur ki, iftarın açanda fərəhi var. İkincisi də ki, Allah subhanahu ta'ala ilə görüşəndə artıq o savabını alanda. Birinci, Allah subhanahu daddırdı bizə, Allaha sonsuz şükürlər olsun. Və Rəbbimdən diləyirəm ki, hər birimizə o Allah subhanahu ta'la görüşüb, bunun savabını alan qullarını eləsin. Eləsin bizi, hər birimizi. Və Allah subhanahu ta'la bizim ibadətlərimizi qəbul eləsin, oruclarımızı, qiyamlarımızı, sədəqələri və s. kim nə əməl eləyibsə Allah üçün onlar. Və bununla amma o demək deyil də, mömin məsəl üçün bu aylıq idi, 29-30 gün oruç tutdu və qutardı. Sabah günə bayram edir və qayıdır günahlara və s. Bu yox. Yəni bu ay birincisi bir mədrəsədir. Yəni müsəlmanın mədrəsəsidir, ömürlük mədrəsəsidir. Allah subhanahu ta'ala bu ayda neyinsən, Allah sana görsən neyinsən, daha çox çalışın Allah üçün. Daha çox özünü islah eləyirsən, daha çox çalışsan. O demək deyil ki, sən ondan qabaq sənə o ayda o haram olunan şeylər və yaxud günah olunan şeylər ondan qabaq sənə halal idi. Xeyr. Orucda necə bilirsiniz, iki şey var. Onlar haram olur insana. Ondan birisi oruc vaxtında olur haram. İkincisi isə elə oruc olmayanda da qeyri vaxtı sənə haram olur. Məsələn, qeybət eləmək insanların. Oruc olmayanda sənə haramdır, əlbəttə haramdır. Oruc olanda sazlar nədir? Xüsusən. Tutaq ki, ağzından pis söz çıxartmaq. Oruc olmayanda olar, əlbəttə ki, olmaz. Bunlar heç biri olmaz möminə, müsəlmana. Oruc oldun, istəyir oruclu oldun, istəyir oruçsuz oldun. Sadəcə bu nədir? Bu tərbiyədir artıq. Yəni necə olmalısan? Necə qorunurdun ki, birdən orucundan xələl gələr? Düzdürmü? Qoruyurdun onu. Hələ də özünü qoruyacaqsan. Başqa günlərdə, başqa vaxtlarda, qeyri-oruc olduğun hal artıq yəni ki, orucun səmərəsidir o. Həqiqi mənada oruç tutmuşsansa helənçiyinə və həqiqi mənada bilmək istənsə ki, orucunun yəni qəbul olmayan ümumiyyətlə hansı ibadət olsun, Allah subhanahu ta'ala deyirəm, səni xeyrə yönəldirsə o ibadətdən sonra, deməli sənin o ibadətin inşallah ki, qəbul olubdur. Əgər orucludan sonra həmən günahlara qayıdırsansa və zaten yəni ki, necə bilirsiniz ki, tövbənin şərti var. Şərt odur ki, tövbənin insan o günaha bir daha qayıtmamağa niyyətlənməlidir. Amma o niyyətlə ki, oruçluq çıxsın, mən o günaha qayıdacam, artıq onun nə tövbəsi, nə orucu qabil olunmur. Ancaq bu və belə bir şeydir ki, insan nə etməlidir? Yəni, aqil olmalıdır və öz əziyyətini hədər getməməyinə səbəb olmalıdır. Əlhəmdülillah, oruçluqdan sonra da qorunmalısan. Çalış, qoru, saxla, Quran oxuyurdun, Quranını. Məsələn, qardaşlarla görüşürdün və xeyir iş edirdin və qonşuya kömək edirdin və s. Nələr var idisə, ən azı çalış, qoru onları, artırmasan da. Əgər qoruya bilsən,
O halda necə olacaqdır? Növbəti orucluğa çatanda artıq artıracaqsan üstünə. Bu da olacaqdır sənin ömürlük mədrəsən. Ömürlük mədrəsən olacaqdır. Ümumi olaraq qardaşlar, qısa olaraq nəsihət nədən ibarət olacaq? Yəni ümumiyyətlə sələflik və sələflik nə deməkdir və sələflik özündə nə əhatə edir? Qısa sözsüz ki, biz sələflik barəsində danışıq olsaq, orada olan qaydalar, orada olan usullar və s. axir bizim yəni ki, saatlarımız bəs eləməz, bəlkə günlərimiz belə bəs eləməz. Yəni bir neçə silsiləli dərslər olmalıdır. Qısa olaraq sayıcılara qeyd eləmək istəyirəm ki, ümumi olaraq yəni qısa və nədir? Əsas nədir? Birincisi, yəni sələfliyin usulu. Usul nə deməkdir? Əsas. Əsas yəni sələflik nə üzərində qurulur? Sələflik deyəndə. Birincisi, əsas sələfliyin yəni əsasları üçdür. Yəni üç əsası var. Birincisi nədir? Deməli, birincisi hər bir əməli, yəni Allah üçün olan ibadəti ixlaslı eləmək. Sələfliyin yəni əsası budur. Sünnəni yoxa qarışdırma, sələfliyin əsası budur. Sələflik deyəndə budur. Birincisi nədir? Birincisi odur ixlas. İxlaslı olmaq. Bütün yəni Allah Subhanahu wa Taala üçün olan ibadətlərdə nə olmaq? İxlaslı olmaq. İkinci əsl nədir? İkinci əsas odur ki, cəmaatla olmaq. Cəmaatla olmaq. Və həmçindəki və səm və ta'a və eşitmə və itaat eləmək. Kimə? Əmir sahibinə. Yəni başçıya. O vaxtda kimi ki, səni asiliyə çıxarmır. Bu, yəni ki, sələfliyin əsasıdır. Üçüncü nədir qardaşlar? Üçüncü də odur ki, əl-həzr minəl bidəyə vəl-mübtədi'in. Bidətdən və həmçində bidətçidən çəkinmək və yaxud da nə? Çəkindirmək. Və bu üç əsasdır. Üç əsas sələfliyin əsasıdır. Əgər bu yoxdursa biri, deməli insan nədir? Sələflikdən uzaqdır. İrvad ibn Səriyədən rəvayət olunur ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir gündür bizə deyir, sübh namazından sonra elə bir məuzə elədi ki, elə bir nəsiyyət elədi ki, yəni sanki elə bilir ki, axırıncı nəsiyyəti idi. Qəlbləri deyir, tir-tir əstirən və gözləri deyir, dolduran bir deyir, yaşladığı nəsiyyət idi. Və həmçində bir dənə şərt deyir ki, ey Allahın elçisi deyir, sanki elə bir sən bizdən vidalaşan kimi deyir, nəsiyyət edirsən bizə. Sonra deyir ki, Allah Resulü s.ə.v Usikum bi təqvallah və səm və tə'a. Deyir ki, mən sizə deyir, tövsiyə edirəm ki, Allah təqvası olsun. Yəni, ixlas, təqva. Bu, həmən bu birinci qaydayadır. Görürsünüz, birinci qaydaya aiddir. İkinci nədir? Və səm və tə'a. Eşitmək və itaat eləmək. Və in əbədun həbəşi. Hətta deyir, həbəşi olan bir qul olsa, sizin sabahların başçınız olsa, həbəşi qul idi, keçdi oldu başçınız, değil mi? Yenə də nədir? Onu eşitin və itaat edin. Və sonra isə Allah Resulü deyir, فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ يَرَى اِخْتِلَافًا كَثِيرًا. Kim deyir, yəni, məndən sonra yaşasa, sonra nə görəcək? Çoxlu ixtilaflar görəcəkdir. Və sonra deyir ki, Allah Resulü və İyyəkum və muhtəsətil umur. Yəni, sizə deyir, olmama deyir, yenilik deyir, yəni bidət əməllərə düşəsiniz. Onlardan deyir, çəkinin. Və fəinnəhə dalalə. Həqiqətin o deyir, nədir? Azğınlıqdır. Fəmən ədrəkə zəlikə minkum. Kim deyir, sizdən deyir, biriniz deyir, buna deyir, çatsa, bunu görsə ki, yəni fitnədir, fəsaddır, insanlar arasına bidətlər yayılıb, neyinin? Fəaleyhi bi sünnəti və sünnəti xulefə raşidin, mehdiyin. Və onun deyir, üzərinə deyir, düşər ki, deyir, mənim sünnətim və raşidi xəlifələrimin sünnətindən nədir? Möhkəm yapışsınlar. Necə möhkəm yapışsınlar? Əbdu aleyhə bin nəvaciz. Onu deyir, azı dişləri ilə yapışsın. Yəni, izzat haradadır, qardaşlar, sözsüz ki, Allah Subhanahu wa Ta'ala Rasulun qoyub getdiyi yolda. Və kim də ki, bundan sözsüz ki, uzaq olarsa, həm bu dünyada, həm də ahirətdə xüsrana uyar. Və sonra isə Şeyx bura gətirən Suheyl ibn Əbi Salihdən, Əbihi.
Süheyl ibn Əbi Salih'dən və o da atasından və o da Əbu Hüreyrədən radiyallahu anhudan rivayet edir. Ən Rasulullah sallallahu əleyhi və səlləm qalə: İnnallaha yarda lakum thalathan və yaskhatu lakum thalathan. Deyir, həqiqətən Allah subhanahu wa ta'ala sizin deyir 3 şeyinizdən xoşuna gələr, sevər onu, razı qalar. 3 şeyə isə qəzəblənər. Yarda lakum an ta'budu və la tushriku bihi şey'a. Allah razı qalır sizdən nə vaxt o vaxt kimi ki siz ona ibadət edirsiniz və Allah subhanahu wa ta'ala ondan başqa heç kimə ibadət eləmirsiniz. Yəni Allaha heç kim şərik qoşmusunuz. Və sonra və an ta'tasimu bihablillahi cemi'a. Hamınız cəmaət olaraq Allah subhanahu wa ta'ala'nın ipindən yapışın. Yəni dinindən möhkəm. Qur'an-ı-Kərimdən, Allah Resulü sallallahu əleyhi və səlləm sünnəsindən. Və həmçindəki nə demək? Başçıya nəsihət eləmək və həmçindəki ona itaət eləmək. Bundan yəni Allah subhanahu wa ta'ala razı qalır. Və yasqatu lakum və nədən qəzəblənir insana? Nə xoşuna gəlmir? Qilə və qalə. İnsanın elə belə dedikodudan. İnsan yəni dedikoduluq eləyirsə, bilsin ki Allah subhanahu wa ta'ala'nın xoşuna gəlməyən bir əməllə məşğul olur. Allah subhanahu wa ta'ala'nın qəzəbinə dürsə olası bir əməldir. Həm də kişiyə yaraşan bir şey deyil. Əgər Allah subhanahu wa ta'ala bir şeydən çəkindiribsə, deməli, bu şeydə həm bizim bu dünyamız üçün, həm də axirətimiz üçün xeyri var. Və sonra nə deyir? Rəvayət edən və ida'atil mali və malı necə oldu, nətər oldu, hara gəldi xaçlamaqdan. Bunu da Allah subhanahu ta'ala sevmir. Və kəthratəs suali və çoxlu sual verməyi. Allah subhanahu ta'ala xoşlamır. Və Şeyx İslam Muhammed ibn Abdülvahhab rahimehullah deyir ki, və bu deyir, 3 şey deyir, elə şeydir ki deyir, kim deyir, buna deyir, dürsər olarsa və yaxud da hansısına bilinəsə, o halda nə olar? O halda deyir, həm dünyasını, yəni dinini, həmçindəkidir, axirətini itirmiş olar. Bir şək yoxdur. Yəni dinini, ya da ki, axirətini itirmiş olar. Fərqi yoxdur. Sonra qardaşlar, bunların sözsüz ki, biz 3 şeyin hamısını açıqlayası olsaq, vaxt azlığından, bir dənə üçüncüdən biraz qısa da olsa danışaq Allahın izni ilə. Yəni, 3-cü əsr nə idi? Sələflikdə bidətçilər, düzdürmü? Və yaxud da bidətdən çəkinmək. Bəli. Və daim, yəni ki, sələflər, düzdürmü? Sələflər. Sələflər deyən nə deməkdir? Sələf deyəndə bizim babamız da bizim sələfimiz, yəni keçmişlər. Sələf-i salih nə deməkdir? Sələf-i salih demək ki, keçmiş salih. Düzdürmü? Salihlər. Salih, sələf deyəndən birinci kimdir qardaşlar? Allah Resulü sallallahu. Sonra kimdir? Sahabələr. Sonra kimdir? Tabinlər. Ətbə tabinlər, o belə gəlir. O bizim hansı alim artıq dünyasını dəyişibsə, sələf salihin yolunda olursa, artıq o bizim sələfimiz salih. Və beləncəsinə. Yəni, daim sələflər bunun üzərində mücadilə ediblər. Daim. Hətta bəzi ibadətlərdən belə üstün görüblər. İndi onu sadalayacaq Allahın izni ilə. Niyə? Ona ki, Allah Resulü sallallahu çəkindirdi bundan. Hansı sözündə fi qavlihi sallallahu və iyyəkum və muhtəsətil umur. Olma deyir, yenilik deyir, yeni əməllərə düşəsiniz. İndə yəni. Fə innəhə dalalə. Ona görə şu deyir, nə? Azğınlıqdır. Necə bu qabaqçı hədis idi, sadəcə burada təcən təkrarlanır. Və axırda nə deyir Allah Resulü sallallahu əgərlərim görsəniz, neyinin? Azı dişlərinizdən, mənim sünnətimdən və Rəşidi xəlifələrin sünnəsindən, yəni yolundan möhkəm yapışın. Deməli, İmam Əhməddən, İbn Həmbəli rahiməllahdan soruşulur. Qeyl edir İmam Əhməd ibn Həmbəl rahimehullah təala. El-raculu yasumu və yusalli və ya'tekifu əhabbə ileyk əv yetəkəlləmu fi əhlil bidə. Deyir ki, bir kişi
oruç tutur, namaz qılır və ehtikaf eləyir. Ehtikaf bilirsin nədir? Yəni Ramazan ayının 10 günündə özünü yəni eləyir, tam verir etikafa, ibadətdə. Gecə və gündüz qalır məsciddə. Hətta gecə belə Allah Subhanahu halal olan şeyləri ondan belə uzaqlaşır. Yəni hətta bir halalından belə uzaqlaşır, yəni qalır məsciddə etikaf eləyir. Deyir, sənə deyir, o deyir daha sevimlidir. Şeyxdən soruşulur İmam Əhmədin rəhməllahdan. Yoxsa o şəxs yalnız ki bidət əhli haqqında danışır. Fəqalə, İzə samə və sallə və ətəkəfə və innəmə huvə li nəfsihi. Deyir, əgər o deyir, oruç tutarsa və namaz qılarsa və etikaf edərsə, o deyir, onun deyir, nəfsi üçündür, özü üçündür. Özü üçün eləyir. Və izə təkəlləmə fi əhlil bidə'i fə innəmə huvə lil muslimin. Amma deyir, əgər deyir, bidət əhli haqqında danışsa, o deyir, müsəlmanlar üçün olur. Müsəlmanlar üçün. Həzə afdal. Bu deyir, daha xeyirlidir. Yəni, qardaşlar, bu da o demək deyil ki, bu əməl daha xeyirlidirsə, insan neyləsin, ibadətləri və s. ilə axır tuğlasın, qoysun qırağa, geçsin, ancaq bununla məşğul olsun. Yox, hər işin öz əhli var. Düzdürmü? Amma yox, əlbəttə ki, sən bilirsən ki, misal üçün kimdəsə müxalifçiliklər var və sənin hansısa qardaşın məsələn gedir, qoşulur ona və s. ilə axır çaşır, neyinir? Əgər elmin varsa, çatırsa və çəkindir, bildirməlisən. Əgər bilmirsənsə, eləyə bilmirsənsə, onu neyəcəksən? Onda bu halda Allahın izniyle onu əhlinə qaytaracaqsan. Məsələn, rayonda və ya kətdə və ya şəhərdə hansısa bir şəxs varsa, bu nə üçün? Bu Allah üçün eləyirsən bunu. Nəfsin üçün eləmirsən. Allah üçün eləyirsən ki, qardaşın azmasın, saçmasın. Çünki o bidətdə düşərsə bir şəxs, onun axırı nədir? Cəhənnəmdir, oddur. Baxmayaraq ki, o belə gündüz ibadət eləsə belə, bidətə düşərsə şəxs, onun ibadətləri puç olar. Niyə görə? Ona görə ki, o şəxs öz bidəti ilə Allah Subhanahu wa Ta'ala böhtan atmış olur. Allahı cahillikdə ittiham eləyir. Bəli, və iddia eləməsə də belə və həmçində Allah Rasulü s.ə.və böhtan atır. Nə böhtan atır ki, Allah Rasulü s.ə.v bizə dini tam çatdırmayıbdır. Halbuki Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə bilirsiniz ki, nə dedi? Bu gün sizin dininizi kamil etdim. Maidə surəsi 3-cü ayə. Bu artıq yəni ki, kamil olub dinimiz. Nə vaxt? Allah Rasulü s.ə.v sağ olarkən. Və sonra isə Həsən Əl-Basri rəhməllah deyir ki, Lə tücəlisu sahibi bidə fəənə yumaridu qalbikə. Deyir, bidət əhli ilə deyir, oturub durma. O deyir, həqiqətən deyir, sənin deyir, qəlbini deyir, xəstələndirəcəkdir. Beləcə bir insanda da ki, nə var? Bir parça ət var, Allah Rasulü s.ə.v vəsf elədi. Əgər o salamat olarsa, bütün bədən salamat olar. Əgər o korlanarsa, o xəstələnərsə, artıq bütün bədən xəstələnər. İnsana elə şübhələr düşər ki, onu heç vaxt çıxara bilməz qəlbindən. Kiminsə misalsın elmli danışması, kiminsə misalsın ayətlə danışması, hədislə danışması, bu da ona dəlalət eləmir ki, o şəxsin haqq üzərində olması. O şəxsin haqq üzərində olması üçün qoymalı xarı ölçüyə. Onun danışdığı, onun sənə çatdırdığı sələfin fəhminə müvafiqdir, yoxsa yox. Kimin yanına geçsən bir üçündə Quran deyəcək və ya hədis deyəcək sənə. Sufinin yanına geçsən və ya başqa bir təriqətdə olan yanına geçsən, düzdürmü? Və ya problem Qurandadır, hədisdə əlbəttə onlar anlayışındadır. Biz baxmalıyıq nə? Biz ola bilsin ki, sən bir şey deyirsən, o deyir ki, filan dəlildir, bax ona aiddir. O ola bilsin ki, o dəlil ona görə gəlsin. Biz baxmalıyıq nəyə? Baxmalıyıq, qayıtmalıyıq ki, sələflər o dəlili o şey üçün istifadə edə eləməyiblər. Elə də onda artıq insana bəyan olur haqq. Və sonra Süfyan Thawri rəhməllah deyir ki, kim deyir, bidət əhli ilə oturarsa, o deyir, bu şeylərin birindən salamat olmaz. Hansısa birindən. İmmən yəkunə fitnəsən li qeyrihi, ya deyir, onun deyir, oturması deyir, onunla deyir, bir başqası üçün fitnə olacaqdır. Nə olacaq? Fitnə olacaq. Sən bir salamat insansan, sən oturmuşsan onunla, tutaq ki, sən elbəcə özünü müdafiə edə bilirsən. Düzdürmü? Doğru bilirsən onu. Amma başqası görür səni, sən onunla oturub durursan, artıq onun üçün fitnə olur. Sabah gedib oturur, onunla durur və nə olur? Onun üçün artıq fitnə olur. Artıq ona səbəb olursan ki, onun çaşmasına, azmasına. Gördün mü? Bir şey budur. Sən o bilsin nə? Deyirsən ki, qardaş, mən
O da hələm o deyir, ona da gələcəyik. O da deyə bilmərsən. Subhanallah. Allah Resulü sallallahu əleyhi nə edirdi? Dua edir ki, ya Rəbbim mənim qəlbləri çevirən Rəbbim mənim qəlbimi sabit elə. Biz necə arxayın olub ki, hansı bir dəhlin qarşısında otura bilərik? O az bir şeydir. Ya da ki, deyir, vay mən yəqa fi qalbi şeyin. Ya da ki, onun qəlbinə bir şübhə düşər, nəsə düşər. Və o qəlbdə onu neynəyər? Azdırar, saçları. Və Allah subhanahu wa ta'ala deyir, bununla da, o şübhə ilə də onu deyir, cəhənnəm oduna salar. Allah qorusun. Və immən yəqul. Ya da deyir, fikir verin, görün, nə deyir, diqqət edin. Görürsən ki, çox həqiqi insanların halı belə olur. Nə deyir? Deyir, vallahi, and içir. And içir. Və mə bəli, mə yetəkəlləmuhu. Mənim deyir, heç bir işim yoxdur onu danışmaqla, yadıyla da, mənə heç adiyyəti yoxdur. Mənə heç indi elə bilməz o. Və inni vəsiqu bi nəfsi. Mən deyir, yəni nəfsimi bilirəm. Nəfsimi bilirəm ki, o məni alada bilməz. Üçüncü babıdır. Gör, nətər allanır? Şeytan necə alladır insanı? Heç mən özümə deyir, arxayınam. Mən oturam onu, mən o heç dinləməsin. Onu deyir, mən onun sözü heç mənə deyir, yəni bizdə deyirlər, misal bu qulağına bıraxmır. Elə bir şey yoxdur. Fəmən əmmən Allah alə dinihi tərfətə ayn. Kim deyir, kimi yəni ki, Allah subhanahu wa ta'ala tam şəkildə əmin edib, göz qırpın belə olsun ki, o sabit qalacaq dinində. Nəyə gəlir? Həmən o hədisi Allah Resulü deyir. Ya muqallibəl qulub, səbbit qalbələ dini. Allah Resulü subhanallah dua edir ki, ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi öz dinində sabit edir. Sən isə deyirsən ki, mən özümə arxayınam, mənim qəlbim heç çevrilişməyəcək. Elə deyir, bu deyir, artıq deyir, onun deyir, belə deməsi, artıq onu deyir, Allahın bəlasıdır. Kim belə deyirsə. Artıq deyir, onu deyir, Allah tərəfindən gəldi bir bəladır. Əgər kim belə deyirsə ki, mən özümə arxayınam və gedib bidət əhli ilə oturur, durur və deyir ki, onun sözü mənə heç nə eləyə bilməz, bu artıq Allah tərəfindən bir bəladır. Artıq gəlibdir yəni. Allah qorusun. Və sonra məsələn İbn Abbas rahimehullah deyir ki, rahimehullah deyim radiyallahu anhuma, bir qalə la tujalis əhləl əhva. Deyir, hava əhlindən deyir, oturmayın, durmayın. Fə inə mücələsətuhum mumaridatun lil qulub. Həqiqətən deyir, onlardan deyir, oturmaq deyir, yəni oturuşlar hətta belə nədir? Qəlbləri xəstələndirməyə səbəbdir. Və bu, əlhəmdə burada yəni çox faydaları var. Allah sonsuz sayda şükürlər olsun. Qısa da olsa qardaşlar var. Nəsihət edəcəyim şey budur ki, bu sələfin yəni əsasları var ki, sadaladıq. Onlara möhkəm yapışmaq lazımdır. Və nizat da elə bundadır qardaşlar. Çox da çətin deyil, görürsünüz, nədir? İxlas, hər bir əməlində ixlasda olmaq. Əslində belə zahirən dilə asan gəlir, həqiqətən çətindir biraz. Amma daim buna üzərində işləmək lazım. Allah Resulü s.ə.v ondan Allaha sığınıbdır. Kiçik şirkdən, düzdürmü? Kiçik şirk nədir? İxlasın əksidir. Yəni, ixlasın əksidir, riya. Riya artıq nədir? Riya artıq yəni ixlas deyil, ixlasın əksisidir. O üçün girirsən məsciddə, tam namaz qılacaqdın. Artıq görürsən filankəsi başlayırsan bəzəməyə namazını. Artıq getdi nə? Onun üçün. Namaz, niyə görə bax, fikir ver, niyə görə ixlasın əksi oldu? Ona görə ixlas nədir? Sırf Allah üçün olan əməl. Artıq Allah üçün olan əməl hər bir şirk belədir. O şirkin növündəndir. Allah üçün olan əməli gətdin, qoydun kimsə hansı bir şəxsə. Artıq onun üçün də bəzədin bunu. O artıq getdi bu əməl. Əməl puç olur və üstəlik də insana günah yazılır. Allah qorusun. Və belə qardaşlar, Allahın iznilə bu əsaslara çalışmaqla əməlləmək və əlhəmdülillah bizdə elə bir çətinlik yoxdur. Allah asanlaşdırırsa biz necə çətinləşdirməliyik? Sadəcə nəsihət idi. Özümüzdən bizim bu dində sözümüz yoxdur. Biz sadəcə nəql edənlərik. Və o da ki, nələri bizə icazə verirlər ki, onları. Bizdən qabaq bütün sözlər deyilibdir və artıq yazılanlara yazılıbdır. Bu dində bizim sözümüz yoxdur. Biz də əlhəmdülillah bazardığımızı çalışırıq çatdıraq. Allah'ın izniyle. Sizin de üzerinizde düşen olur ki, birinci dediklerim şey hamısı özüme aittir. Sonra biz her bir kardeşimize ve bacımıza ki, bu olunan şeyler əməlləmək. Əməlləmək və harda olsan o fərqi yoxdur. Harda olsan ölüm gələcəkdir. Ona görə də nə etmək lazımdır? Çalışmaq lazımdır ki, bu haqq yolda sabit olmaq. Və bu da ki, təsəlli İslam neməti bir böyük bir nemətdir. Düzdürmü? İnsan Allah İslamda olması, müsəlman olması.
O müsəlmanlığın da içində təzədən haqq yolda olması bu da ondan belki daha böyük nemətdir. Bir nemət bu, nemətin üzərinə gəlir. Və həmçində çalışın, bu indi oruçluqdur, bitdi, Allah sonsuza da şükürlər olsun. Və bundan sonra çalışın, neyin? Gözəl işlər gəlir. Çünki gözəl iş işi gətirir. Ancaq bu gözəl işlər. Qardaşlığı qoruyun, bir-birinizə nəsihət eləməyi bacarın və o nəsihət olmasın ki, insanların içində alçatmaq və s. axir. Nəsihətin necə bir qaydaları var, nəfsin üçün olmalıdır, bu da Allah üçün olmalıdır. Dinimizdən necə deməli, hamısı Allah üçün olmalıdır. Bəli. Fikir versən, hətta bidət əhlindən danışmağın belə sənə ibadətdir. Əgər oruçdan, İmam Əhməd rəhməllah deyirsə, oruçdandan, namaz qılandan, nafilə namazların geri söhbəsi, etiqaf eləyəndən daha xeyirlidirsə, deməli ibadətdir. Sağız olaraq amma nətər gəlib danışmayasan. Allah daha doğrusunu bilir. Allah subhanahu hər birinizə bərəkət versin qardaşlar. Bir daha Rəbbimdən diləyirəm ki, hər birinizin ibadətlərimizi qəbul eləsin. Allah subhanahu bundan sonra bizi xeyirlərə müvəffəq eləsin. Allah subhanahu bizi daim bu qardaşlıqla əsir eləməsin. Həmçində çox xoşdur, belə gəldik, görüşdük. Allah hər birinizə bərəkət versin. Allah subhanahu diləyirəm ki, dövlət başçınıza kömək olsun. Allah subhanahu onu qorusun. Allah subhanahu ona düzgün şəkildə qərarlar verməyə kömək olsun. Və Allah subhanahu onu daim Allahın razı qaldığı əməllərə yönətsin. Və Allah subhanahu bizim ölkəmizi qorusun, millətimizə hidayət versin, halqımıza. Və həmçində Allah subhanahu bu ölkəmizin, yəni millətimizin, halqımızın üzərində olan nimətlərini artırsın və gələn bəlalarını qorusun. Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbu ileyk.